ki, bu millət günü gündən şişir, kökəlir, sən sarıqlayırsan. Belə predişdə adam kökələr qalmaz. Zəriş! Sabah xeyr, Zəriş, kim oxursan? Qorxdum ey ofa. Elə bildim özüdür gələn. Öz olanda nə olar? Eşitsə inciyər axı. Zəriş! Yenə sarı günlər. Ağız təhmədi zəhləni. Ta ayrı gün yox idi Hollandiyada. Daha bundan sonra hər şeyimiz sarı olmalı. Hə? Biz sarı günlərindəyik. Cəmaatda bəxt var da. Ölsündən də əl çəkmirlər. Amma biz gül kimi burada göz qabağında tərk olub gedirik. Bir gözün ucuna baxan da yoxdur. Ofa, daha cavab verməyəcəm. Özün bilirsən. Neyinirsən qızıl tapdı ofa? Adamın gərək vaxtı olsun, Hə vaxtı. də, hə. Onsuz da cavab verməyəcəm. Opa! Zəriş mənə bax. Bir mənə bax. Az deyirəm, görünsə məndən nəsə bir eyib var, ona görə baxan yoxdur. Nə bilim valla, amma soyunmaqla deyilik. Az belə bizim şefi götürək də. Ölüb də arvadı. Zəriş, arvadsız kişi subaydı da. Az niyə baxmır, az mənə? Nə danışırsan ofa? Subay nədir, dul nədir? Onun arvadı qızı bugün kabak çıxıb. O yenə də ağlayır. Baba! Az ağlayır yox, hönkürür. Şəklə baxır. İraq olsun, məliyir. Deyirlər, dağda quzu mələsə, bir o mələmin sənsiz mən. Zəriş, o cür kişi ağlayır. Ölüb getmiş arvada görə. Ay Zəriş, özü də deyilən xəstəymiş. Bugün eşidirəm ki, kabinetdən səsi gəlir. Aha. Nəsə deyir, ağlayır, Hə. Ürəyim dözmədi, girdim içəri. Cemil müəllim, axı belə olmaz, belə yaramaz. Allahın işidir. Qovdayım məni kabinetdən ofa. Mama! Elkanın canı üçün necə pərt olubsa mən də ağladım. Zəriş gözəl idi. Kim? Ağaz öyrəni deyirəm də, adı Elmira idi, nə idi? Həri, Elmira. Amma bu ona Emma deyirdi. O da buna Cemma. Əcəb. Arvad Emma, ər Cemma. Az bunun da ürəyə gedərdi. Bəxtəvərin qızı. İyi, sən Allah, daha öləndən sonra nə bəxtəvər. Sağ içmisən? Az yox içməmişim, sonra içərik də. Sən mənə demədin, gözəl idi. Nə bilim valla, belə də normal arvad idi. Biraz gözü xam baxırdı, amma yaraşır bana. Az baxışırdı, qəşəng idi. Baxdı qəşəng imiş, Zəriş, baxdı. Dünən də bir istədim girəm yanına. Yemək, yekə kişisən. Hə də. Pulun, milyonun, maşınların. Nə oturub bir dənə arvada görə ağlayırsan? Mama! Saxladım ey özümə ofa. Dedim qalaram işsiz. Zəriş, mənim o rəhmətliyə paxıllığım tutur. İş güclə düşüvəyə gözündən. Heç yerə getmir. Deyə dəvətnamələr də tökülüb qalır. Ay Zəriş, deyirəm bəlkə bu kişi adnan yoxdur, hə? Ağız olur da, bir arvad istəyir, X yox. Deyir, ta ondan yoxdur. Zəriş, manyak kimi də. İyi, sən Allah bilmirəm. Adnalübdur, manyakdır, nədir? Sən Allah özü bilər. Mən qorxdum başqa şeydən deyil ofa. Nədən Zəriş? Az bağlayar bu şirkəti, tökərək bizi küçəyə. Mama! Bəs yox, əlbəttə mama. Ağı görmə görə qoyarıq biz işsiz. Zəriş, elə demə də. O bədbəxt özü ölməyib ki. Bilirəm ofa, yandığımdan deyirəm. Zəriş, sənə bir söz deyəcəm, bax gülməsin. Yaxşı. Ağız mənim gəzməyən kişilərdən heç gözüm su içmir. Bəli, prestij şirkəti işdir. Xeyr, hələ gəlməyib. Saat 10-da zəng vurun. Bəli, o dəqiq adamdır. Mütləq gələcək. Buyurun. Zəriş, kişi gərək bir arvadı ətəyinə yapışıb qalmasın. O biri var Zəriş, təzə gəl. Həsəni deyirsən? Yox bir Hüseyni. Az o gözü başı qaynayan yoxdur, Superman. Az Həsən də. Zəriş, Həsən Supermendir. Bənədi nə mindir? Bilmirəm nə mendir, amma danışanda ağzından şovva axırır. Yazın gəldirmə bizi səhər-səhər çay içəcəyik
axı. Zəriş, əvəzi deyirəm də. Nə? Əvəz? Hə, də, hə. Az əvəz niyə kişi olur? Mama! Arvatbazın biridir. Ah, bəs mən nə deyirəm, Zəriş? Hə. Zəriş, yanımdan ötəndə üstüsü adamı qarsırır. Hələ nəfəsimi deyirəm. Səni də qarsır ofa. Onunki ərli arvadlardır. Deyir məni qız uşaqları maraqlandırır. Sənsən qız uşağı. Mama! Zəriş, buna şükür var. Yox ofa. Demək istəyirəm ki, sözü deyəndə bir yaşı da nəzərə almaq lazımdır axı. Hə. Zəriş, mənim yaşım çoxdur. İyi olsun da yaşı nə fərqi var ki? Hə də, hə, nə fərq? Mən nədən danışırdım Zəriş? Əvəzdən. Hə də. Zəriş, şiir olar, elə. Ağız, görə, heç o ölmüş arvada görə bu qədər göz yaşı tökər. Tövməz, yox. Nə bilim valla. Biz girək ki oldu elə ofa. Keçək yerimizə. Sən Allah gələn vaxt. Keçək. Gel, keçək. Mama! Bu ne güzellik! Ay, Bu ne güller! Gidin, adın çək, qulağın vur. əvvəl adam salam ver. Salam. Səhviniz var, madmazel. Güzel hanıma salam vermezler. Ona tərif deyərlər. Şokolad verərlər. Əlimdən öpərlər. Ay, siz mənim əlimdən öpdünüz. İnanın xanım, siz bundan artığına layiqsiniz. Siz nə deyirsiniz ki, mən burada tək deyiləm, hə? Ah Zərif xanım, bunu bilmək üçün sizin şəhrimizə bir qədər diqqətli olmaq lazımdır. Ah, gözəl xanımlar, doğrudan ayrılıq rəmzi olan bu sarı güllər nə demək? Əvəz bəy, bu sarı güllər indiki halda öz həqiqi funksiyası yerinə yetirir. Yaman mürəkkəb deyirsiniz. Bunun nəyi mürəkkəbdir? Şefimiz ölmüş arvadının iyini sarı güllərdən alır. Məyər bu ayrılıq rəmzi deyil. Bəs nədir? Özü də əbədi ayrılıq. Rəhmətli sarı rəngin dəlisidir Əvəz bəy. Allah rəhmət eləsin. Elə bu sözdə də hər şey deyilib. Ölən adamın xatirəsiyle yaşamaq özü günahdır. Həyat davam edir. Öldü kral, yaşasın kral. Sizə nə var ey Əvəz bəy? 3'də alacağınız yox, 5'də verəcəyiniz. Madmazel, hardandır sizdə mənə qarşı belə negativ münasibət? Yəni mən elə bir göz qadın təsiri bağışlayıram. Mənim evim gözəl arvadım. Özü də bək sevmişsiniz, eləmi? Əlbəttə sevirəm. Siz də başqa qadınlar sevmir, bana da olur. Mən deyərdim ki, əksinə. Onun məhəbbəti mənə yeni qüvvət, inan verir. Axı bu necə olur hə? Eyni vaxtda 2 qadını sevmək mümkündürmü? Əvvəla niyə ki? 3, 4, 5. Nə bilim, məsələn siz. Bax, mamanızı, atanızı, bacı qardaşınızı eyni vaxtda sevə bilərsinizmi? Əlbəttə sevirəm. Okey. Bu siyanı uzatmaq da olar, eləmi? Əvəz bəy, siz nə demək istəyirsiniz? Bəs bir neçə kişinin necə? Mama! Siz qızı çaşdırmayın. O heç birini sevib ki, sevmeyin. Üzr istəyirəm xanımlar, mən sualı düz qoymadım. Əgər təcrübəsiz bir qız eyni vaxtda bu qədər adamı sevə bilirsə, niyə bu siyahıya bir 5-6 kişini də əlavə etməyək? Zəriş, məntiq var ver. Hələ bu harasıdır? Bu sualı başqa cürdə qoymaq olar. Əvəz bəy, sən sevgiləri qarışdırma. Biz indi çay içəcəyik. Üzr istəyirəm xanımlar, əgər Allah tərəfindən azad yaradılmış bir kişi niyə 5, 10, 15, 20 və s. Qadını sevməsin, bunu nəyə pisdir ki? Əslində ofa demiş, məntiq var. Amma hər şey məntiqə sığmır. Üzr istəyirəm Əvəz bəy. Buyurun. Siz çox sevmisiniz. Madmazel, ne keçmiş zamanda mələlini də sevirəm. Mama! Bir rəqət qədər məhəbbət. Əslə qalına mənim 40 il ömründə bircə böyük məhəbbətim var.
Səmimi, qızğın ehtirasın tükənməz. Amma bu məhəbbət öz obyektini tez-tez dəyişir. Zəriş, nə obyekt? O nə deyir, hə? İyi Əvəz bəy, sən nə qədər bənzirsən bənzər. Bütün bu dediklərinin bircə adı var. Onu da mən dilimə gətirmək istəməzdim. Bəli, prestij şirkəti işidir. Kişi gəlir. Aa, kızı olsun. Taşlar! Zərif xanım, mən onunla görüşməliyəm. Nə danışırsınız? O yasdadır. Heç kimi görmək istəmir. Zərif xanım, məndən sizə bir dənə Chanel, özdə 5 nömrə. Əvəz bəy, yetirən məduku verir. İyi basıb məni. Yaxşı, üstə də bir dənə yüzlük. Yaxşı, bir şey fikirləşərik. Okey. Okey. Çıx. Deyəsən hər şey okeydir. Emma, vefasız Emma, esnirli Emma, ben seni tək koymaram. Ne oldu bəs Emma? Ne oldu bəs? Emma, 38 gündür sensizim. 9 milyardır insan kütlesi arasında ben tekim. Bəs deyirlər adam dərddən ölür. Ben niye ölmürəm, Emma? Niye ölmürəm? Sabahınız xeyir Cəmil müəllim. Yaxşı çay dəmləmişəm. Çok sağ olun Zərif xanım. Ama daha benim için xeyirli sabahlar olmayacak. Siz olayla deməyin Cəmil müəllim. Allaha Allah. Ben elə deyəcəm. Kime hoş getmir, qoy getməsin. Cəmil müəllim, siz istəyən bir adam kimi demək. Demeyin! Ben heç kəsin təsəllisini eşitmək istəmirəm. Ben yalnız Emma'nın səsini eşitmək istəyirəm. O da mümkün deyil. Çünkü Emma... Allah rəhmət eləsin. Demeyin! Allah rəhmət eləsin demeyin. Her dəfə bu sözü eşidəndə elə bilirəm ki, Emma'nı yenidən öldürürəm. Cəmil müəllim, axı diriyə də rəhmət düşür. Amma heç kəs diriyə Allah rəhmət eləsin demir. Bax sizə, Allah rəhmət eləsin deyirlər. Mənə Allah eləməsin. Amma gedim icazənizlə. Getməyin. Əyləş. Hayır! Hayır sigareti terk ettim. O vaxtda Emma terk etdi. Dedi ki Emma at sigareti. Səhətinə ziyandır. Ama indi... Hərdən nəsə qəribə şeylər eləmək istəyirəm. Deyirəm bəlkə yenidən papiros çəkmə. Ya da ki narkotikada istifadə edeyim. Siz necə bilirsiniz? Mən kömək eləyəzlərim. Nə bilim Cəmil müəllim? Narkotik? Estağfurullah. İçki içməmişəm. Hələ papirozu demirəm. Heç birini. Maşında gələ-gələ baxıram. Şəhərdə nə qədər adam var. Kişi, qadın, cavan, qoca.
Hamı yaşayır. Bak ola. Elə mən, bax siz Zərif xanım yaşayırsınız. Niyə öyle diyeyim ha? Bu necə olur ha Zərif xanım? Vallah Cəmil müəllim, mən nə bilim necə olur. Hərənin bir ömrü var, bir qisməti var. Bir də ki, mənim yaşamam kimi yerini dar eləyir, hə? Yo, siz məni düzgün başa düşmədiniz. Məsələ sizin ölüb yaşamağınızda deyil ki. Yəni demək istəyirəm ki, dünya durur, həyat davam edir, hamı yerindədir, onlar da, mən də, siz də. Axı niyə Ema yoxdur? Ema, sən məni nə eləyəcəksən, Ema, nə eləyəcəksən? Cəmil müəllim, Ema. axı belə olmaz. Vallah belə yaramaz. Siz kişisiniz. Bu boyda şirkətin sahibisiz. İstəyirsiniz, gedib telefondan səhətdən ayrılın, hə? Ema. Mənəm Zərif xanım, olar? Hadi baxmayın, nə olur? Telefona deyil. Şərtimiz şərt. Şanel, üstə də bir dənə yaşıl yüzlük. Mən bilmərəm, özüm bilərsən. Mən gedirəm. Allah rəhmət eləsin. Həmşə deyərdi ki, Ema, məni belə sevmə, belə məhəbbət olmaz, belə istək yaxşılıqla tutarmaz. İlahi, o necə məntiqlə danışırdı. Doğrudan da çox gözəldir. Görünür müdrik qadınmış. Sonra da deyirlər ki, iki qara toyğun ağlı bir qadın içindən çoxdur. Yox, çox olmaz. Mən bilən çox olmaz. Heç ağlıma gətirməzdi mənim ölümüm. Məni heç vaxt tək qoymazdı. İlahi, o məni necə sevirdi. Görünür bu rakavoy məhəbbətmiş. 15 illik məhəbbət və sədaqət. Bu ki fantastik Ben adam. bunu sonralar anladım. Bu məhəbbət deyildi, bu heyvanlarda olan bir his kimi, bir hissi gibi bir şeydi. Təəssüf ki, mən bunu sonralar anladım. Bilirsiniz, mənim də məhəbbət işlərindən başım pis çıxmır. Amma ölən adamla ölmək olmaz. Benimle ölüme olmaz. Necə? Siz kimsiniz? Sizi bura kim bırakır? Zərif xanım, hanı? Cəmil müəllim, üzr istəyirəm, əsəbləşməyin. Mən sizin işçiyəm, əməkdaşım. Marketing departamentinin rəisi. Ne olsun? Ben ki sizi çağırtırmamışam. Zərif xanım, hanı? Üzr istəyirəm, Cəmil müəllim. Zərişdə günah yoxdur, mən özüm gəldim. Zəriş? Siz bizdə neçə yer işləyirsiniz? Bir il olmaz cənab. Ama Zərif xanıma zəriş deyirsiniz, hə? Ha, bilirsiniz müəllim, mən qadınlarla tez qapaqda girirəm. Yaxşı. Ona söz idi, dedin ki, ölenle ölmək olmaz. Ha, atalar sözü. Daha ölənlə ölmək olmaz deyib. Yalandır. Ben sübut edeceğim ki, ölenle ölmək olmaz məsəli. Vəfasız, ürəksiz ataların uydurması. Nə tər məsləhət Cəmil müəllim. Cəmil müəllim. Amma reallıq aman. Ah, reallık. Bana bak. Məcnun niye öldü ki? Məcnun. Bəs Leyli, Romeo, Julietta, sonra Kerem, sonra neydi o Kerem şeyin adı? Əsli. Əsli. Aa, üzr istəyirəm Cəmil müəllim. Axı onlar visala çatmamışdılar. Ne? Romeo misala çatmamıştı. Üzr istəyirəm Cəmil müəllim. Burada bir incə nüans da var. Əgər Romeo Julietta'dan başqa daha bir qadının dadını bilsəydi, özülməz özünü. Öldürmez dediniz. Öldürmez dediniz. Ben sana niye öldüreyim ha? Siz nə Ben edirsiniz? hayatta ondan başka hiçbir kadını sevmedim. Niye öldüreyim ben? Fantastika! Sualıma cevap ver, bütün kadınlar benim gözümde heşti. Niye öldüreyim ben? Cəmil müəllim, axı Romeo oturub öz ölümünü gözləmirdi, o özü öldürdü özünü. Bak bunu düz deyirsin. Benim cesaretim çatmadı özünü öldürürüm. Ama ben onsuz da ölürüm. Gün be gün, saat ba saat, an ba an. Ben bunu bunun özünde de demişim. Yuxuda. Bəs o dedi? Kim? O da o. Eğer bu danışır, bu şekilden baktığı kimi bakır, ilahi məhəbbətlə gülümsünür. Buna bak,
Bəlkə mən yuxudayım, mən sizdə mənim yuxuma girmiş. Başlayın, adınız necədir? Əvəz əziz. Əziz bəy. Bilirsiniz Əziz bəy, mən gecələr tez yatıram ki, mənim yuxuma girsin. Amma gəlmir yuxum. Girmir mənim yuxum. Sən məni dəlil edəcəksən, Üzr istəyirəm Cəmil müəllim. İcazə versəniz mən də baxardım o rəhmətliyə. Şəkilə. Buyurun baxın. Görün həyatınızda belə gözəl, belə məlahətli bir qadına rast gəlmişsiniz. Aman Allah! Əlbəttə aman Allah! Və hələ harasıdır? Siz onu sağlığında görsəydiniz, onunla bir yerdə söhbət eləsəydiniz, onda nə deyərdiniz, hə? Cəmil müəllim, mən onu görmüşəm. Siz bəyəm tanışıdınız? Yox! Bəs onda siz onu necə görə bilərdiniz ki? Mən onu hər gün görürəm. Siz nə demək istəyirsiniz ki? Cəmil müəllim, bu mənim arvadımdır. Barışınıza fikir verin cənab! Nə axmaq sözlər danışırsınız? Cəmil müəllim, siz əsəbləşməyin. Bu mənim arvadımın şəklidir. Özüdür, bu uşaqdan yuxarı. Necə yəni bu uşaqdan aşağı? Nə axmaq danışırsınız? Danışınıza fikir verin. Cəmil müəllim, siz əsəbləşin, mən çaşdırmayın. Bu mənim arvadımın şəklidir. Bizdə də var bu şəkildən. Buna bax, siz doğrudan da məni dəli hesab edirsiniz. Siz nə danışırsınız? Mən səhv eləyə bilmərəm. Bu mənim arvadımdır. Bax saçları, qaşı, gözü. Sağ yanağında buğda boyda xalı. Amma məni bir şey təəccübləndirir. Nə təəccübləndirir? Bu şəkil sizdə nə eləyir, hə? Həmin buğda boyda xal. Bura bax, nə buğda, nə arpa. Ver bəni görün. Ana, mən bundan bir yastığa baş qoymuşam 15 il, özü də necə? Mən də siz deyəndən eləmişəm də 15 il. Danışınıza fikir verin cənab. Danışınıza fikir verin. Şəkilin arxasında yazı da var. Əzizim, mən ölsəm, bu şəkilə baxıb məni xatırlayarsın. İmza Emma. Emma? Siz Emma dediniz? Bəli, Emma. Nədir, yoxsa? Bəli. İndi deyəcəksiniz ki, sizin arvadınızın adı Emma'dır. Əlbəttə Emmadır. Emma? Yox, əslində qalında elmi yaradır, amma hamımız Emma deyirik ona. Elə, Emma'nın da əsl adı Elmiradır. Bəli. Təkcə mən ona Emma deyərdim. O da mənə Cemma, məhəbbətlə. Nə qəribə iş, nə inanılmaz paralel. Nə olub? Sizin də Emma ölüyü. Yox, mən evdən çıxandan sağ-salamat idi. Biraz əvvəl telefon açmışdı mənə. Mən də evə tez-tez zəng eləyirəm. Möcüzə gözləyirəm. Amma baş vermir möcüzə. Siz çox xoşbəxt adamsınız. Xoşbəxtlik çox nisbi bir şey, Cəmil müəllim. Amma əvvəllər mən də elə düşünürdüm. Emma. Mən onu görməliyəm. Kimi? Emma'nı. Ölmüş adamı siz necə görürsünüz? Bəs indi demədiniz ki, o sağdır, sizə zəng eləmişdi. Siz Emman deyin. Bəli, mən Emma'nı görməliyəm elə bu saat. Üzr istəyirəm Cəmil müəllim, axı onun evdə deyil, işdədir, həm də mənim ev şəraitim. Bura bax, bəlkə siz yalan danışırsınız, hə? Bəlkə siz onu mənə göstərmək istəmirsiniz, hə? Nə danışırsınız? Mən elə cəsarət eləyib, sadəcə olaraq sizi qarşılamaq üçün mən bu bazı hazırlıq işləri görməliyəm. Qulaq asın, mənə sizin nə ev, nə də şərait lazım deyil. Mənə Emma özü lazımdır. Üzr istəyirəm Cəmil müəllim. Necə yəni Emma lazımdır, nə mənada? Siz nə çox suallar verirsiniz. Yaxşı, yaxşı, onda mən gedim evə bir psixoloji hazırlıq görüm. Axşam saat 5-də bizdə. Ünvanı sürücümə biləsiniz. Emma, sən məni qəribləyəcəksin, Emma. Cəmil müəllim, mən bura gəlməkdə işləyən məqsədim vardı. İsveçrəyə bağlı əla bir proyektdir. 2 həftəlik getməliyim ora. 2 nəfərli ezamiyyə. Qulaq asın, bu saat məni nə şirkət, nə ezamiyyət, nə kontrakt heç nə maraqlandırır. Hər şey düşüb gözüm. Emma gedəndə mənim ruhumu da aparıb özü ilə. Axı, mən söz vermişəm. Saat 5-də sizdəyəm. Tamam. Nə tər məsləhət. Tamam.
ev gəlib çıxmadı. Salam. Dilber xanım, sizsiniz, əvəzlə danışam. Yox, eyham vurmuram. Nədir? Xoş xatirələri oyatmaq istəyirsən. Amma keçmiş olar. İndi mənə halalca öz arvadım lazımdır. Görməmsən? Yenə yetimxanları gəzir. Ah, deyilə. Zarafasız harda olar, bilmirsən? Yaxşı. Həmid bəyə də salamı yetirin. Ona böyük hörmətim var. Sən ki bilirsən, hələ sayğılarımı demirəm. Nə bilmək olar, Dilbər xanım? Həyatdır da... Sağ ol. Harada qaldı bu? İndi bu gizli oğlu çıxacaq böyürdən. Gəldi. Əvəzlə danışım. Seva, ay qız, sənə deməmişim evə zəng eləmə. Nədir? Hər şey körləmək istəyirsən? Qulaq as! İsveçrə getməkdən ötürü əvvəlcə şefi yola gətirmək lazımdır. Hələ ki o yasladır. Güya bilmirsən. Nəysə, daha o bizlik deyil. Qutardıq, qapın nəyəm var? Sən zəng eləmə, lazım gəlsə özümdən gələcək. Erman adını çəkmə. Hələ ki o yox, sən onun əli ilə yatırsan. Qutardıq. Gəldim. Haradasın? Sabahı sən yurmadığım yeri qalmıyor. Yenə yetim xanaları gəlirsən. Nə təbii etməsən? Bu nə güllərdir? Özü də sarı. Kim deyir ki, sarı rəng ayrılıq rəmzidir? Yəni günəşin rəngi əzab gətirə bilər. Doğrudan ha. Axı sən də sarı gülləri sevirsən. Necə yəni sən də? Bu nə döşlükdür? Hələ bu sarı güllər. Sən təksən? Emma, bu nə demək, demə. Məyər mən Almanca danışıram? Əlbəttə təkim, görmürsən. Bəs bu güllər özü də iş vaxtı. Mənim ad günüm deyil. Səhv eləmirəmsə bayram da yoxdur bugün. Emma, sən yetimxanaları gəzirsən. Mən işdən evə gəlirəm, gül alıram, çay qoyuram, süfrə açıram, önlük taxıb səni gözləyirəm. Bütün bunlar azmış kimi hər bir sənin suallarına da cavab verirəm. Özü də yarımçıq cavablar. Deyim ona demə. Dəyməsən Allah! Gələ, nə olur? Niyə belə həyəcanlısan? Mən deyərdim ki, təşviş keçirən adamlar olursun. Mən doğrudan da təşviş keçirirəm. Nədir? Bəlkə demək istəyirsən ki, təzə eşqə düşmüsən. Məni atıb gedirsən, bayağı kinolar çox vaxt elə başlayır. Bu haradan gəldi sənin ağlına? Əslində bu qəribə olmazdı. 40-a çatmış qadının ağlına hərdən belə şeylər də gəlir. Əldə səninki. Emma, azdırma məni. Sənə sözüm var. Değişidək. Bizim şefin arvadı ölüb. Şef kimdir? Sizin şirkətin prezidenti. Həli, Cəmil bəy. İndi mən sual verməyim, neyiniyim? Emma, cavab verirəm. Bizim şefin arvadı ölüb. 40'ı hələ çıxmıyor. Nədir? Bizi 40'a çağırır. Emma, saxla da bu istehzanı. Girdim bu kişinin yanına ki, İsveçrəyə bağlı məsələni danışam. Nə İsveçrə? İsveçrənin nə dəxli var bura? Necə yəni, nə İsveçrə? Ezamiyyətə gedirəm da. Bəyəm sənə deməmişəm. Bugün sürprizlər günüdür deyəsən. Bəs onu kimə demişəm? Yaxşı. Əla bir proyekti, hazırlıq işlərini görməyə getməliyim. Amma məsələ onda deyil. Girdim içəri, gördüm ki, kişi arvadın şəkini qoyub qabağına ağlayır. Ağlayır, yox, ay qız, az qala ağı deyir. Sən də təəccübləndin. Yox, niyə ki? Amma məsələ onda da deyil. Nəhayət, arvadın şəkini göstərdin mənə. Tanış çıxdı. Emma, tutar da bu eyhamını. Sən ki, mənim sədaqətimə bələdsən. Əlbəttə bələdəm. Emma,
şəkildən mənə baxan qadın kim olsa yaxşıdır? Deyil ya. Deyil ya kimdir? Dilbəri deyirəm də Həmidin arvadı. O hardan gəldi sənin ağlıma? Onda Seva olar. Seva? Nə tezdir ya bu Sevanı? Mənim Sevadımda qadın tanışım var. Nə bilim, təsadüf üçün dedim. Axı indi hər üç qadından birinin adı ya Gül ya da ya da Seva. Emma, inanmazsın Emma. Şəkildən mənə baxan qadın səndir. Sizin şef mənim şəklimə baxıb ağlayırdı. Həri Emma, həri. yəni mən belə ağlamalı gündəyəm. Emma, saxla da bu hazır cavabını. Emma, bu fantastik qadın. Sənin saçın, qaşın, gözün, hələ sağ yanağında buğda boyda xanım, əynində koftan, yaxası angliski, ağ, varaqlı. Əvəz, dolamısan məni? Düşün. Yoxsa, çəkil belə. Nə yaptın? Sən evdə təksən. Sağ ol valla. Hə? Yoxla Emma. Əgər məni təhqir eləmək istəyirsən, yoxla. Bax, hadi. Bu Jennifer Lopez. Şlyapasını yazıq, yadından çıxardım. Bu Julia Roberts. Bu da şərfini yadından çıxardım. Bu da mən. Nağlın axırını nereye bitirəcəksən? Əzizim, bu doğrudan da nağıldır. Bu oxşarlıq azmış kimi onun da Emma'dır. Səninki kimi, elə yaşı da səninki qədər. Şəkildə doğum tarixi də vardı. Nə biləm amma bilmirəm. İndi nə olsun? Buna görə gül bağlatdırıb tork almaq lazım idi. Bəs şampan hanım? Emma! Hə? O indi bizə gələcək. Nə? Hani sənə baxmağa. Əvəz, sən dəli olmuşsan. Mən eksponat al. Emma, mən bilmirəm bu yaxşıdır ya pisdir. Amma bu olacaqdır. Mən deyərdim ki, bu şansdır. Emma, biz bu şansdan istifadə edə bilərik. Mənim İsveçrə proyektim. Emma, biz varlana bilərik. İndi sən İsveçrəyə gedəcəksən, yox kişi mənə baxmalıdır. Emma, məsələ təkcə bizdə deyil. Mənə o zavallı yazığa rəhminlə. O ömründə bircə qadını sevib. O adına yoxdur. Nə olsun? Sən də adına lübsan, bədbəxtsən. Mən adına yoxam. Mən niyə bədbəxt oluram ki? Ölən sən deyilsən ki, onun arvadıdır. Vəfasız Emmadır. Məntiqiniz xoşuma gəlir Əvəz Əzizov. O haçan gəlməli? Elə indilərdə gəlməlidir. Nə? Buyurun. Aman valla, 5 tamamdır. Gələcək. Emma, gedirəm nədir? Əvəz yolunda dayanma. Emma, xahiş edirəm, yalvarım, gələr, oturar, bir stəkan çay içər, tort almışam. Qoy gəlsin, sən elə çay içsin, tort da yesin, elə sənə də baxsın. Yəqin siz ikiniz də bir-birinizə oxşuyorsunuz ağılda. Emma, yalvarıram. Emma! Emma! Bu sensən? Əlbəttə sensən Emma. Əlbəttə sensən. Emma. Əzizim. Emma. Beşlərdim ha. Emma!
sən yox. Əvvəlcə o gəldi. Xilaskar mələk. Bağışlayın, adınız necə oldu? Xilaskar mələk. Əvəz əziz o. Emma, əzizim. Üzr istəyirəm Cəmil müəllim. Biz bir neçə şey aydınlaşdırmalıyıq. Amma bəlkə bir çay içək, Hə, bu saat. Yox, heç kəs təpənməsin. Qorxma, Emma. Qorxma. Emma, istəsən əyləş, ha? Əyləş. Emma, bilirsən necə darıxmışdı? Cənab, onun sözü var sizə. Bəli Cəmil müəllim. Biz bir neçə şey aydınlaşdırmalıyıq. Ha, Emma, o İsveçrəyə getmək istəyir. Qoy getsin. Gedə bilərsən. Məsələ olmadı. Nə məsələ? Gedərsən idarəyə, mənim adımın Zərif xanıma deyərsən, hər şeyi hazırlayacaq. Yaxşı yox. Çox sağ ol, amma. Nə amma? Orada sizi qarşılayarlar, Berlində. Emma, Berlindəki evimiz yadındadır. Yaxşı bir ekonomikamız vardı. Hə? Eymanın xətrini çox istəyirdi, indi istəməsin. Axı Eymanın da anası Nemka idi, Alman qızı. Necə? Hə? Alman qızı. Emma, bu artıq mistikadır. Niyə mistika? Frau Anna Trachtenberg. Gəncə tərəfdənidir. Bu Yekaterina nəslində vaxtında köçənlər. O bəlkə də sizə... Alman öyrəndim. Oo, dənkişən bitəşən, elə mi? Bilirsiniz cənab, bizim Emma'nın da anası... Saxla, Əvəz bəy. Emma, ne gizlədə ki, bəyəm bu sirdir? Axı sənin damarlarına bir balaca Alman qanı axı. Yaxşı, Əvəz bəy. Gəl fəxr eləyək qanımızla. Sonra, bəlkə doğrudan da mən elə o Emma'yam, ölməmişəm. Emma, sən məni çaşdırırsan, Emma. Mən də başımı itirib qalmışım, bu fantastikadır, bu mistikadır. Xeyr, trillerdir. Siz də vampirsiz ya da manyak. Mən getdikcə buna daha çox inanıram. İlahi, o heç dəyişməyim. Mən Emma'dır. Ama sen şiirlisin, o ne vampir değil, ne de manyak. O dertten şaşırmış, zavallı bir Adnan yoktu. Ona bak. Abi giz olur da. Bilmirəm. Bu onun yox, ikinizin problemidir. Xahiş edirəm, mən siz həll edirəm. Emma, sənin səsin də dəyişməyib. Həmişəki kimi həlim, mülayim, yeri gələndə amiranə, qətiyyətli. Cəmil bəy. Cəmil bəy nədir? Sən mənə Cemma de, həmişə olduğu kimi. Cemma dede, ne olur Cemma dede. Olsun. Cemma. Aman Allah. Bəli, Cemma. Siz hissə qatmışsınız. Mənim o rəhmətliyə oxşamağım sizi çaşdırır. Olur, bəzən dörd adamı çaşdırır, iffət adamı azdırır. Şur bulanır, bahar sular tək. Bu ola bilməz, Emma. Sən ki, məni yaxşı tanıyırsan. Mənim absolut suluxum var, Cənab! Cənab! işte. Mən cavanlıqda konservatoriyada oxumuşam, vokalda. Mən Emma'nın ilahi səsini unuda bilmərəm. Neçə sopranodan kontraltı Baxmayın. Yox, bunlar məni dəli eləyəcək. Cənab Cemma bəy, axı niyə mənim səsim dəyişməlidir? Yoxsa siz doğrudan da elə bilirsiniz ki, mən sizin ölüb, sonradan xotlamış arvadınız Emma'yam. Niyə dinmirsən Əvəz bəy? Bəlkə sizin ikinizin bir arvadınız olub. Bu variantı niyə unudursunuz? Emma niye böyle kaba? Mane olmuyor. Əziz bəy, nə mane olmuyor? O da hisslənəndə bu qaba ifadələrdən istifadə edir. Maraqlı suallarla müsahibini çaşdırar. Eşinirsen Emma, o da böyle hislenirmiş. Olsun. Və sonra, indi siz, Cənab Cemma bəy, bizdən, daha dəqiq desək, məndən nə istəyirsiniz? Sen onu ürküdürsen, Bəs necəyim əvəz, qucaqlayım öpür. ahmak söz danışma. Cemma, Bəli. siz çay gətirə bilərsiniz. Emma! Əlbəttə! Emma,
evdə həmişə çay mən gətirmirdim. Busa, narahat olmayın. Cənab, mətbəx... Burada, bu saat. Didanış Əvəz bəy. Bilirsən onun nə qədər pulu var. Onun pulunun bizə nə dəxli? Elma, biz bütün işlərimizi bu istiqamətə yönəltməliyik. İnan mənə, o sənin qulun körəndir. Elma, bu şansdır, şans. De, açıq danış, qorxma. Elma, biz onun zəifliyindən, laf elə yeri gəlsə dəlilindən istifadə edə bilərik. Əvəz, o məni qucaqlayır, əllərimdən öpür. Sən də deyirsən zəifdir, dəlidir. Bəs birdən o biraz da uzağa getmək istər. Yox. O icazəsiz bu hərəkəti eləyə bilməz. O, sən qulundur. Sən məni qısqanmırsan. Yox, Mən gəldim. Bir dəqiqə çayda hazır olacaq. Sən gəl. Sən mənim sualıma cavab ver. Eşidim. Yox, qısqanmıram. Nəsin? Aman Allah! Ha, O da burada belə vururdu, sol əliyle. Soluxa. Eşidirsən bu. Bu fantastikadır. O da soluxaymış. Cənab, burada gülməli nə var? İstedadlı adamların çoxu solaxoy oldu. Düz demirəm, Eyman? Hə, mən də soluxuyum. Əlbəttə solaxaysan. Elə bilsən, qadından çıxıb, kaminin qabağında mənə bir təşkillə vurduğu. Ha? Yadıma gəlmir, niyə vurdun? Görürsən, Eyman, sən həmişə unutqan olmuşsun. Bağışlayın, cənab, şilləni gördüm, stəkanları dağıtdım. Təksin olmaz. Eyb etməz. Əvəz bəy yığışdırar, çay da gətirər. Baş. Bir saat ya, burada da var ki. Getirin de. Eyman, düz 38 gündür biz yüz-yüze oturup çay içmiyoruz. Cəmil bəy, Cəmil bəy nə deyib? Sən mənə Cemma deyib. Cimma, mən sizin illüziyanızı dağıtmaq istəmirəm, amma reallıqda var axı. Eyman həmişə realist olur. Görünür bu Alman qanı ilə bağlıdır. Amma bilin, biz 38 gün yox, düz 38 ildir bir yerdə çay içmiyoruz. Elədir, Eyman, elədir. Bu 38 gün, 38 yıldan artıq oldu mənim üçün. Sötəki zaman subyektiv kategoriyadır. Yaxşı, mən sizinlə razı. Axırda həmişə mənimlə razılaşırsan. Sənin qadın gözəlliyinin sirri də elə bundadır. Bu da çay. Özüm qulluq eləyəcəyim Əziz bəy, Bəli. siz sabah yola düşürsünüz. Elə. Siz 2 nəfərsiniz də, elə deyil. Bəli, o təzə menacerimizdə getməlidir, iş çoxdur. Biri məsələyəcək. Əlbəttə Eyman. Həm kompüteri bilir, həm də dili. Cəmil mən düz 3 dil bilir. Çox yaxşı. Deməli belə, siz sabah yola düşürsünüz. Cəmil mənim, çox sağ olun. Bu elə gözlənilməz oldu ki, əla bir proyektdir. Menacerin kimdir? Kişidir. Niyə kişi ki, Eyman? Bir daxil cinsin bura nə dəxli var? Eyvah, həmişə qısqanc olur. Bəli. Mən qısqanc olmuşam. Nədir? Yoxsa elə deyil. Yadına saldan Venesiyanı. Venesiya. Hər yadıma düşdü. Ay sağ ol. Eyman, nə dedin Eyman? Heç, sən bilməzsən. Başa düşdüm. Eyman, əziz, biz 2-ci həftəyə buradayam. Niyə belə tez? Həmişə bir aylığa gedərdik. Eyman, getdikcə təcrübəm artır da, aşıkarlığı nə bilirsən? Əlbəttə, əlbəttə. Adam işlədikcə ustalaşır. Elədir. Bağışlayın. Bəli, əvəzli. Hə, Cəmil mənim icazə verdi.
Siz kağızları hazırlayın, sənədləri, kağızları hazırlayın. Sabah yola düşə bilərik. Ha, sağ olun. Sağ olun. Sağ olun. Dedim. Menecerindir. Hələ amma menacerimdir. Cavandır da. Ha, cavanlanır. Heç ömründə xaricdə olmayıb. Qadındır. Əlbəttə qadındır amma. Sən özün yaxşı bilirsən ki, mən bu kişilərlə işləyə bilmirəm. Da tutmur. Buna da şükür. Yaxşı, Əvəz bəy. Çaya görə çox sağ ol. Olmuş olsun. Olmuş. Cəmil bəy, Bəli. sizinlə də tanışlığınıza çox şad oldum. Amma qurtarmaq lazımdır bu oyunu. Mən yoruldum. Siz narahat olmayın. Ben her şeyi başa düştüm. Gitmek vaktidir. Gideyim. Necə yəni gedək? Hala! Bura bax, sən məndən nə istəyirsən? Özün dəlisən bildik. Mən də dəli etmək istəyirsən? Emma! Zəhrim var Emma. O səndən nə istəyə bilər axı? Əvəz, hərdən mənə elə gəlir ki, sənin beynin qırışsızdır. Yumurta kimi hamardır. Aman Allah! O da hisselerdi beni diyerdi. Bəy, o, mən yox. Bu qədər o arvaddan danışdınız ki, görməyə. Tanımaya zəhləmdir. Emma! Rədd olun buradan. Emma. İkiniz də rədd olun. Emma! Rədd olun. Biriniz Emma. İsveçrəyə, biriniz də. Emma! Ne deyirsən? Azizim. Biriniz də qəbristanlığa. Emma! Mein Gott, başa düşün. Doğrudan da mən Emma'yam. Hirslənirəm, solaxayam. Yetim uşaqların qayğısını çəksəm də özüm uşaqsızam. Allah verməyib. Aman Allah! Başa düşdüm. Nəyi? Başa düşdüm. Emma da sonsuz imiş. Anamın bir tərəfi Almandı. Yaşım 38'dir. O rəhmətliyə də fantastik dərəcədə oxşuyuram. Amma qulağınızı açın eşidin. Mən ölməmişəm, dirilməmişəm. Mən sizin arvadınız deyiləm. Nəhayət, mənim familiyam Sarıbəylidir. Elbette Sarıbeyli'dir. Biz evlenende benim familyamı götürmedi ki Sarıbeyli familyası nadir familyadır. Cəmil mənim. Bu artıq şeytan işi. Şu şeytanın burada ne günahı? Emma. Azizim. Gel, gel. Aman Allah! Ha! Hemen şilledendi. Kamilin kabağındakiler. Sən neylədin lan? Rədd olun bundan. İçiniz də. Emma. Rədd Emma. olun. Şney, rədd olun. Rədd olun. Emma! Sən neylədin Emma? Zəhrimar elədim, çor elədim. Yığışdır çamadanını, çıx git. Görürəm, sən ta burada deyilsən. Gör kişini necə qovdu ya. Mən indi o sabah onun üstünə necə baxacağım ha? Özü də yol üstündə. Gəldi. Bu kim görəm? Əvvəlcə danışır. Sevan. Hadi, sənə dedim ki, evdə yat ha. Hara tələsirsən? Hadi, sabah yola düşürük. De. Ay qız, ne istəyirsən geyini, onsuz da soyunduracağım səni orada. İsveçrədə. Okay. Goodbye. Auf Wiedersehen. Büdürəmə Əvəz Əzizov. Səni yeni zirvələr gözləyir. İrəli! Zəliş, yenə sarı güllər. Ağac iyrənmədin bu rəhdən. Ağa bir sürdərəyə sürdə. O sözünü alıram ki. Zərişdə mənə söz gizlədirsən. Nə söz? Bəli, prestij şirkət eşidir. Xeyr, hələ gəlməyib. Birazdan gələcək. Bəli. Buyurun. Zəliş,
Zəriş elə bir kişini üzü üstə götürüb, arxası üstə qoyublar, az 100%. Az əvvəlkindən də həvəsləşdi Rofa. Bu neçə gündə Hə. 5 kontakt var. Hələ tenderi demirəm. Mama. Əlbəttə mama. Ağaz, Zəriş, gedəndə gülləri də aparır, özü də eyni vaxtda. İndi sən özün də Rofa. Bu nə deməkdir, hə? Zəriş, deyirsən kiməsə uyub, vurulub Zəriş. Hə? Az mən heç nə demirəm. Mən sadəcə olaraq təhlil eləyirəm. Sadədə mürəkkəbə Sadə Zəriş nə mürəkkəb? Ağaz kişi vurulub, gözlərindən hiss eləyirəm. bəsdir də bu Gözlə- adla düktü. Az nə adla lüb, Adna lüb. Yox bilək, adna. Lənət sənə şeytan. Kör olub da gözləri. Ofa, kör niyə? Kör olmasaydı Zəriş, görərdilər də məni. Sən bilən Zəriş mənim niyə istəyən yoxdur, hə? Bəlkə məndə bir eyib var. Bax, mən özüm görmürəm, hə? Nə bilim Ofa, onu kişilərdən sorur. Mama! Ofa, bu dünyada elə işlər olur ki, mama nədir, heç nələ də başa çıxır. Gəl gedək çay çək, gün ortaya dolma getmişəm. Gəl, kefin pozma. Allah, ne kadar burada sənət qoydular. Sabahınız xeyir Cəmil müəllim. Yaxşı çay dəmləmişəm. Siz istəyən çaydır. Çox sağ ol. Meyveyi Lənkəran, Minnətdarım, kraskasız, ətirsiz. bildirirəm. Çox sağ olun. Mən sizdən çox razıyam. Buna görə də maaşınızı bugündən qaldırırıq düz 50%. Mama! Niyə mama? Fikir verməyin Cəmil müəllim. Çox sağ olun. Həcanət verirsiniz. Nə xəcalət canım. İşlərimiz yaxşı gedir, dedim qoy sizi sevim. Cəmil müəllim, nə yaxşı sizə ruhi vəziyyətiniz dəyişdi. Sizə görə vallahi çox narahat idim. Əyləşin. Sizə sözüm var. Buyurun Cəmil müəllim. Yox, yazıya ehtiyac olmuyor. Biraz söhbətimiz intim söhbətdir. İntim? Nə danışırsınız Cəmil müəllim? Mən ailəli 50 qadınam. Məyər bu mənim üçün yerlikdir. Əyləşin xahiş edirəm. Cəmil müəllim, mən katib olsam da ləyaqətim nisbətimi qoruyan qadınam. Qulaq asın. Mən bunların hamısını bilirəm. Əyləşin xahiş edirəm. Bəs maaşınızı niyə artırmır? Əyləşin. Cəmil müəllim, pulunuzu saxlayın özünüzə. Mən satılan qadınlardan deyiləm. Kimdir sizi alan? Əyləşin, lütfən, xahiş edirəm. Nə Oturun, bilmək, Cəmil müəllim, intim söhbət deyirsiniz, sonra da vallah məni çatdırırsınız. Siz narahat olmayın, bizim söhbətimizin sizin şəxsiyyətinizə heç bir dəxli yox. Məni bir nəfər maraqlandırır. Bizim o təzə işçimiz, səhv verəmirəm, Əziz Əvəzov deyəsən, Niyə Əzəz? marketingdən. Niyə Əziz? Əvəzzadə Əzizov, marketing departamentinin rəisi. Ay sağ ol. Bəli. Bax siz onun haqqında mənə nə deyə bilərsiniz? Vallah, o qədər də yaxşı tanımıram. Təzədir bizdə. Amma deyirlər işini yaxşı biləndir. Biraz Cəmil müəllim, ayağı sürüşkəndir. Çəkməsi təzə deyil. Yox, Cəmil müəllim, xəmiri sıyıqdır. Siz Allah biraz aydın danışın. Gah deyirsiniz çəkməsi təzə deyil, gah da deyirsiniz ki xəmiri sıyıqdır. Biraz açıq danışın, xahiş edirəm. Cəmil müəllim, çəkmənin, çörəyin bura heç bir dəxli yoxdur. Əvəz Əzizov şorgözdür. Oo, Üzr istəyirəm. Yəni gəzəyəndir. Ayağı sürüşkün, xəmiri sıyıqdır. deməli o Emma'ya xəyanət edir. Emma'ya bunun sizin rəhmətlərinə dəxli. Mən bəyər Emma dedim. Bəli. Deməli o arvadından xəyanət edir, hə? Cəmil müəllim nə xəyanət? İzminat eləyir. Biraz gözü dağınıqdır, kişilərin çoxu kimi.
Amma xətr hörmət bilərdi, hə. Yaxşı, arvadı bunu bilir. Həssas qadındırsa əlbəttə bilməlidir. Deyirsən tərifləyir, hə? Özü də necə? Deyir, çox sevirəm arvadımı. Amma heç vaxt adım çəkmir. Deyir, el eləyirəm ki, heç ona xəbər tutmasın, əzab çəkməsin. Əcəb humanizmdir. O İsveç yapardı, o Seva var ha. Təzə adam uşqasıdır. Seva, Bəli, bizdə işləyir. bəli, menecerdir. Yaxşı yadıma düşdü Cəmil müəllim. Əvvəz faks göndərib. Yenə bir kərtəmavə vaxt istəyir. Həyasızlığa bir bax, Nə bilim bala, mən namuslu qadınam. Arvadına xəyanət eləyir, özü də bizim hesabımıza. Yox, Cəmil müəllim, bu adi kişi nadiclidir. İnanın, əvvəz pis adam deyil. Deyəsən o sizi də biraz ofsunluyor bax, hə? Nə danışırsınız Cəmil müəllim? Mən 2 uşaq anasıyam. Aydındır. Gidə bilərsiniz. Bəs nə cavab verir o Cəmil müəllim? Artıraq vaxtını. Artırın. Nə qədər istəyir artırın. Başda Cəmil müəllim, artırarım. Zərif xanım, Bəli. xahiş edirəm o gülləri də hazırlayın. Gedirəm. Yenə qəbr üstünə. Bu vaxtda Cəmil müəllim. Niyə qəbir üstünə? İnci məsəz deyərdim. Dəyişmişsiniz birdən-birə. Dünyada hər şey dəyişir, Zərif xanım. Heraklit demiş, dəyişməyən yalnız dəyişmələr haqqında qanun. Dünən yuxu, gələcək naməlum. Biz bugünün gözəlliyindən ləzzət almalıyıq, Zərif xanım. Niyə biz bugünümüzü dünənin yuxusu, gələcəyin naməlum problemləri ilə yükləyək? Bugünün, Romalılar demiş, carpe diem, lavi moment. Cəmil müəllim, siz vurulmuşsunuz. Verin gülləri. O da sarı rəngi sevir Cəmil müəllim, hə? Mənim bir məhəbbətim var. Rəngi də sarı. Mama! Deyin maşını versinlər qapıya. Bu! Görün çatdasın, Emma! Adəm, maşını ver qapıya. Zəriş, bu hara getdi, hə? Küləyi yıxdı məni, gözü kör olmuşum. Opa, heç özünə əziyyət vermə. O eş səni görməyəcəkdir. Zəriş, nə olub? Bu vaxtda o günə hara apardı, hə? Hara getdi? Lavit momente. Oy, Rusça danışırsan, Zəriş? Yox, Opa, yaman vurulub, Kül mənim başıma. Başıma yox, baxtıma. Dedi bir çay 2 dəfə girmək olmaz. Nə çay, nə kofe, Zəriş. De görüm o kimə vurulub, hə? Biz tanıyırıq. Bir qohumu var deyib ki, Qohumu kimdə qız? Onun qohumu var. adını dediyi yadımda qalmadı. Allah yaradana baxdım, unuduq da. Oy. Dedi ki var, Hə, dünən yox. Ağaz tez ol. Gün yox. Hə. Sabah yox. Biri gün bilinməz. Bugünlə yaşa, keyf elə. Mama. Gülləri götürüb yel kimi getdi. Hə. Heç yaxşı olmayacaq Rofa. Gedim əvəzə faks göndər. Zəriş. Bəs mən? Zəriş. Zəriş. Yoruldunuz? Gəh siz də danışırsınız, gəh də sənlə. Səbəbini də bilirəm. Siz çox həssas qadınsınız. Həssas azdır. Mən çox ayıq olmalıyam. Tələ qururlar, məni tora salmaq istəyirlər. Gərək gözdə qulaqda olum. Bəlkə siz də əyləşəsiniz. Əyləşin, sizi də yordum. Yox, mən sizinlə yorulmuram. Mən o rəhmətlik biləndə sən deyirsiniz, real vəziyyətə qaydanda siz. Elədinmi? Emo,
Mən indi reallıqla qeyri-reallıq arasında heç bir fərq görmürəm. Sən indi təksən, vahidsən. Emo, sən körpə uşaqlarla görüşəndə, o yetim uşaqların sənin ətəyindən tutub sənə ana deməklərini eşidəndə mən özümü saxlaya bilmirdim, Emo. İnanın, mən təəccüb edirəm. Siz o cür yumşaq ürəklər, bircah deməmiş axan o göz yaşlarınızla o boyda şirkəti necə yaratmışsınız? O milyonları necə qazandınız? Nə şirkət, nə milyonlar, siz şirdirsiniz. Təvazökarlıq etməyin. Əvəz mənə hər şeyi danışın. İmkanlarınızdan xəbərim var. Bir də görünən dağa nə bələk ki? O qədər pulu bir göz qırpımında kim bağışlayardı uşaq evinə? Nədir? Bəlkə bizim gözümüzü qamaşdırmaq istəyirsiniz. Bilin, biz kasıb olsaq da pula şirnikən deyilik. Yox, Emo, yox. Bilirsən, uşaq evindəki uşaqlarla sizin görüşünüzü görəndən sonra mən düşündüm ki, biz nə qədər mənasız həyat yaşayırıq. Pul yığmaqdan, qızılın cingiltisindən ləzzət almışıq. Amma mən əsl ləzzəti o ihaləni təqdim eləyəndə duydum. Əsl xoşbəxtlik elə ondaymış. Məhəbbətsiz insan boşdur Cəmil bəy. Mənasızdır. Biz bilə-bilə bu böyük sözü bəstləşdiririk. Elə bilirik ki, məhəbbət kişinin qadına, qadın kişiyə olan sevgisidir. Əsl məhəbbət mərhəmətdədir. Emo. Cəmil bəy, bu həftə Vəzəlsizov qayıdır. Mən bilən bizim adı məlum olmayan bu münasibətimiz də bitmədi. Emo. Siz mənə ölüm hökmü kəsirsiniz. Ölüm hökmü? Cəmil bəy, gəlin janrı səhv salmayaq. Bu tragediya deyil, komediyadır. Adi, biraz da melodramatik. Siz mənim hisslərimə gülürsünüz. Siz mənə epataj komediya qəhrəmanı kimi baxırsınız. Bu da çox yaxşıdır ki, axır mən o rəhmətliklə eyniləşdirmir. Mənə daha çox siz deyirsiniz. Emo. Həqiqətən çox dəyişmişsiniz. Emo. Nədir? Bəlkə səhv deyirəm. Yox, siz düz deyilsiniz. Mən indi kimin kim olduğunu ayırt edə bilmirəm, bilmirəm. Emo, inan mənə. Sən indi daha gözəl, daha ağıllı, daha mərhəmətlisən. Mən heyrətdəyəm, Emo, heyrətdəyəm. Aman Allah, yenə də sən deyir. Cəmil bəy, bu iki. Yox, artıq 3 həftədə bildim ki, siz imkanlı, səxavətli, vəfalı, kifayət qədər ağıllı, əsasən yaraşıqlı adamsınız. Konkretləşdirsək, kişisiniz. Siz yenə mənə istehza edirsiniz. Şükür, siz dedin. Niyə istehza? Siz o qədər sədaqətli adamsınız ki, ölmüş arvadınızın oxşarını axtarıb tapmışsınız. Bizim bu dayanmadan dəyişən dünyamıza qibdəyə layiq bir sabit qədəmlik. Təqdirə layiq. Emo, bu taledir. Mən axtarmamışım. Tale özü yönəldik məni. Mən Emo'ya xəyanət elədim. Mən indi başqasını sevirəm. İnan mənə, bu taledir. Bəlkə də taledir Cəmil bəy. Amma bizim onu dəyişmə imkanımız var. Niyə? Biz hissə qapılmamalıyıq. Nə səbəbə, Emo? Səbəb çox sadədir Cəmil bəy. Mənim əlim var. Onun qarşısında öhdəliyim var. Bəs onun necə? Onun öhdəliyi yoxdur. Danışmayın Cəmil bəy. Mən istəməzdim ki, siz söz gəzdirən adam səviyyəsiniz. Siz özünüzü aldadırsınız. Bəlkə də elədir. Deməli, hər şeyi bilirsiniz. Bəlkə də bilirəm. Bilirsənsə, bəs ondan nə üçün, Emo? Niyə dözürəm? Emo, sən indi daha gözəl, daha ağıllı, daha məğrur, daha məlahətlisən, inan mənə, Emo. Gözəl, məğrur, ağıllı. Cənab Cəmil bəy, hər bir qadın əvvəl-axır aldadılır. Bir dəfə, 5 dəfə, nə bilim. Emo, axı o bir dəfə, 5 dəfə deyil, o daimsiz aldadır. 1, 5, 10, nə fərqi? Kəmiyyət ki, mahiyyəti dəyişmir. Dəyişir, özü də necə? Nə etməli? Bu da siz demiş, taledir. Bu sizi incitmir. Yox. Deməli, siz onu sevmirsiniz. Çoxdandır bu barədə düşünmürəm. Amma Emo xəyanəti bağışlamazdı. Onun vaxtı üzdəymiş. Sizi fərqləndirən daha bir cəhəti də gördüm. Çox gözəl. Bir daha bildiniz ki, mən o Emma deyiləm. Mən daha müdrik qadınam. Əlvida Cəmil bəy. Bu
gülləri də aparın ona. Başınız qarışıq mənə, unutmuşsunuz Emmanı. Bıraxın əlimi. Nəhayət siz mənim zəhləmi tökdünüz. Gedin. O qayıtmayacaq. Necə yəni qayıtmayacaq? Faks göndərmişdi, ezamiyyətini 2 həftədə uzatdı. Nə böyük səxavət. Vaxt tutursuz. Məni satın alacaqdınız, ya vurulacaqdım sizə. Ema, bu mənim təşəbbüsüm deyil. Görünür əvəz Əzizov professionallığını olduğundan yüksək qiymətləndirib. Ya da menecer üstəliyib onu təcrübədə. Ah, sizin bu ironik, kirayeli sözləriniz daim mənə... Emmanı xatırladır, elə Bəli, deyil ki. Ema, bəli. Həyat davam edir, Ema. Hətta bizim onun haqqında uydurduğumuz şayiələr məhv olub getsə də. Siz məni öpdünüz? Ema. Siz məni öpdünüz? Ema, Nə cəsarətlə Cemma? Ema, mən neçə vaxtı səni öpmək haqqında düşünürəm, Ema. Mən sevirəm səni, Ema. Sevirəm sizi. Sevirəm, başa düşürsən? Bıraxın məni! Ema! Sən məni vurdun, ışıqlar söndü. Bu əlamətdir, Ema. Özü də çox yaxşı əlamətdir. Onda birini də vurun. Budur rəhmətliyin əvəzinə. Ema! Ema, nə ağır əlim var? Sən xəyanət elədin. Ema! Etiraf elə ki, sən məni sevdin. Sevməsən vurmazdın. Bir öpüşlə sevgi qazanmaq istəyirsən, onda gərək əvəzin dərdindən ölə. Unut əzizim. Etiraf elə ki, məni sevdin, Ema. Bu qadın təsəvvürüdür Cəmil bəy. Mən də hələ ki kişi deyiləm. Yalandır, Ema. Necəyəm yalandı, mən kişiyəm. Ema, sənə axmaq suallar vermək yaraşmır, Ema. Ema, mən sənin gözlərini görmək istəyirəm. O gözlər heç vaxt mənə yalan danışmaz. Mənə şan verin. Hanı mənim alışqanım? Siz papiros çəkirsiniz ki, alışqanınız olsun. Doğrudan ha. Yaxşı, onda mən sənin gözlərini necə görüm, Ema, ha? İşıqlar yanında baxarsınız, amma orada nə desən görə bilərsən, sevgidən başqa. Ema. Dayanın, yaxın gəlməyin. Nə qədər ki, qaranlıqda gedin. Bir dəfəlik eşidirsiniz, bir dəfəlik. Qapı döyülür. Bəs qapının zəngini niyə vurmur? İşıq yoxdur, ona görə döyürlər. Kimdisə vəhşidir. Susun, bəlkə əvəzli gələn. Əziz, Bəlkə əvəzli. Qapıya çarsanlar, əvəzli, tez gizlən. ola bilməz ya, əzizin hələ 2 həftəsi var. Danışmayın. Mən həm danışıyorum, siz danışırsınız ha? Tez girin divandan, tez. Nə danışsın? Mən pişiyəm, dilim divanda. Tez girin divanın dalına. İşığı söndürün, parmağın kurusun. Bu kadar ışık söndürürler, yandı kabul. Emma! Emma! Evde yoksa? Ha? Işık da yoktu. O saat bilinir ki vətəndir. Alışkanlık kaldı çopak kızında. Emma da yoktu. Yəqin yenə yetimxanaları gəzir. Axıda verəcəyəm onun yetimxaniyə. Ah,
Əzizim amma. Ay, hayif deyil. Humanist, mərhəmətli, geniş ürəkli, ağıllı qadın. 3 həftəlik işdən sonra ev, ailə, rahat divan, televizor. Əzalar o qədər sakitləşib ki, həzin nəğmə oxuyur. Yox, zümzüm eləyir. Ah, Şveysariya. Gör, orada heç vətən haqqında mahnı oxuyub şeir qoşurlar. Yox, amma biz Bakı, vətən deyib məliyirik. İşığı da yoxdur. Gözəl vətən. Bəli, bura vətəndir balam. Suyu kəsilib işığı keçəndir balam. İşığı keçəndir, qazı itəndir, suyu gedəndir. Nə bilin olur? Axır ki, bu vətəndir. Bu da vətəndir. Nə tez bitdilər gəldiyini, vətən belədir. Amma əvvəz Əzizovdur danışan. Sevib o. Nədir? Doymadın? 3 həftəni gecəni gündüzü işlədin ki, əmmanadın çəkmə. Unut mənim. Telefonumu da unut. Bu da sən öz problemindir. Ay qız, qulaq as. Ay qız, əgər mən bir arvadla oturub duran olsaydım, daha ora-bura niyə əl atırdım, hə? Qulaq as, şantaj heç nəyi dəyişməz. Bəli. Qulaq, Seva, sən daha mənim qanımı coşdura bilməzsən. İtin qızı. Bu işığa nə oldu? Yanmayacaq. Oh, şükür Allaha. Oh, nə çox gül var. Hamısı da sarı. Gəlmisən? Emma? Emma, sen buradasan? Çoxdan buradasan? Bəs səsini çıxartmırdın? Hə? Emma? Mənim gəlməyim səni sevindirmir? Emma, əzizim, darıxmamısan mənim üçün? Yox, darıxmamışam. Emma. İllər keçir, sən yenə də dəyişmirsən. Yaxşı, bəs qapını niyə açmadın? Nə qədər zəngi bastım, qapını döydüm. Axırda özüm açdım qapını. Yaxşı ki, açar özümlə götürmüşdüm. Doğrudan eşitmədin qapını döyəndə? Eşitdim. Bəs niyə açmırdın? Tək deyil. Necə yəni, tək deyil, bu nə demək? Bu deməkdir ki, Əvəz Əzizov, sən qapını döyəndə mən evdə tək deyildim. Yaxşı, yaxşı. Bəs o ikinci adam hanı? Qonağımız? Işıqma! Oradadır divanın dalında. Nədir? Ax, Emma. Tanımadın? Emma, bu zarafatdırsa yaxşısın deyil. Anladım. Axı o buradaydı. Yəqin qaçıb, məni pis vəziyyətə salmaqdan qorxur. Nəcib adamdır. Emma, sən mənim qısqanmağımı istəyirsən. Özün yaxşı bilirsən ki, mən səni qısqanmıram. Nahaq Əvəz bəy, ər ezamiyyətdən qayıdır,
Arvadı yat kişini eyvana çıxardır. Dağını sən danış, yaxşısını sən bilərsən. Sən yeniləşirsən. Mən deyirəm ki, hətta dəyişmirsən. Əvəz, sən təcrübəlisən. Bir sualıma cavab. Buyur. Niyə kişilər bir çaya 2 dəfə girməkdən qorxurlar? Dolamısan mən. Məyər bu ciddi sual deyil. Əcəb işdir. 3 həftədir ki, evdə yoxam. Yorğun ağın evə gəlirəm. Arvadım mənə sürprizlər hazırlayır. Fəlsəfi suallar verir. Doğrudan darıxmamısan mənim üçün? Xeyr, Əvəz Əzizov. Sənin şefin Cemma müəllim bu 3 həftəni məni darıxmağa qoyur. Sən artıq ona Cemma deyirsən. Bu güllər də o daşıyıb bura. Nədir? Pisdir? Yox, niyə pisdir ki? Əntiqədir. Əsl qəbristanlıqdır. Bircə baş daşı çatmır. Niyə beləsən? Bu güllər Emma'ya olan məhəbbətin rəmzidir. Hansı Emma'ya? Bu sadə özü də bilmir əsl Emma kimdir. Çaşıb qalıb ölüylə diri arasında. Nədir? Yoxsa o pisi xərcin gəlirdi bura. Sən elə istəmirdin, bəlkə qısqandın. Yox, qısqanmadım. O kişi deyil ki, adına Lübdur. Onu bircə qadın maraqlandırıb, o da ölüb. Yoxdur. Deməli, arvadına xəyanət eləmirsə, o kişi deyil. Təxminən belə bir şeydir. Onda səni təbrik eləmək olar. Sən kişi olduğunu dəfələrlə sübut eləmisən. Nə demək istəyirsən, Emma? Mürəkkəb dedi. İnsafsız olma, Emma. Sən özün bilirsən ki, mən ömrümdə sənə xəyanət eləməmişəm. Bu mənim heç ağlıma da gəlməz. Ağıl var ki, gəlir. Bax belə, həmişəki kinayələr, istehza, şux atmacalar. Bax, indi sən əsl Emmasan. Emma, əzizim, yaman darıq demək orada. Sənin həsrətin məni düz bir həftə tez çəkib gətirdi bura. Amma mən darıxmadım. İnanmıram, Emma, inanmıram. Aha, inamsız şeytandır. Nədir? Yenə Cəmildən danışacaqsan, Cemmadan. Niyə də yox? Nə? Biz gündüzlər teatra uşaq evlərinə gedirdik, axşamlar teatra, restorana. Hələ bir dəfə də opera yapardı məni. Sonra? Bir dəfə də hansısa səfirliyə getdik, yaxşı qəbul düzəltmişdi. Cəhənnəm olsun sənin səfirliyin nə? Mən onu soruşmuram. Bəs nəyi soruşursan? Özün yaxşı bilirsən, nəyi soruşuram. Gecələr ta küçədə qalmayacaqdıq ki. Sağ ol. Gəlirdik bura. Bizim evimiz yaman xoşuna gəlir. Deyir, burada bir rahatlıq var. Çox diqqətçil adamdır şefim. Sözündə dəqiq, rəftarında nəcib, hər işində peşəkar. Mən deyərdim ki, profesional. Hansı işin? Çay dəmləməyə xoşuma gəlir. Çay dəmləmək. Hələ bir dəfə bir salat da düzəltmişdi. Adı nə olsa yaxşıdır. Emma Allah. Niyə Emma? Salatın adı Emma və Cemma. Hələ necə o xarjıvat eləyir. Necə? Ağlayaq-ya? Cem, əziz, sən məni niyə çəkməm dedin? Cemma. Niyə ağlayaq-ya? İndi o çox xoşbəxtdir. Heyf getdi. Yoxsa özün görər. İnformasiyam səni razı saldı. Necə demişdin, elə də elədim. İncitmədim, qovmadım. Sənə şans verdim. İndi bacarırsan, xərçli olun bunlar. Əzizim, yaman qorxuzluq ey məni. Elə bildim nənəm demişsin, gönül suya vermirsən. Nənən nə mürəkkəbdir, bəlkə tərcümə eləyəsən. Əşi, heç fikir vermə, boş şey. Yaxşı, istəmirsən demə. Amma mənim sözüm hələ tutar. Daha nə söz, nəsə olub? Heç, elə ciddi bir şey deyil. Nəsə olub? Olub deyəndə ki, mən hamiləyəm. Deyəsən. Deyəsən? Dəqiq, həkim testdən çıxardım. Emma, əzizim, sən bunu mənə sakit, adi bir şey kimi deyirsən? Bu xəbər səni sevindirir. Mən sizin bu nə sualı verirsən? Əlbəttə sevindirir. Emma, bu elə bir xoşbəxtlikdir ki, Emma. Göz yaşlarımı saxlaya bilmirəm, Emma.
Xeyirsən? Ama ben bu haberi her ay gözlüyordum. Çoktan ümidimi kesmiştim. Çoktan kres koymuştum bu meseleye. Özümü yalan dökmeyeceğini gösterirdi. Güya ki uşağın olmamalı hiç vecime de döyüm. Ama bu belə değildi. Ben sınmıştım içimde. Ama ben ata olmak isteyirdim. Ama ben özümü kişi kimi hisselemirdim. Belki elə ona göre konuşurdum ha. Arı kimi çiçekten çiçeğe koyurdum, konurdum. Aynı konuşurdum ama bağışla beni, ama bağışla. Neyi bağışlayayım əvəz əzizim? Bu nə üzr xahlıqdır? Ama ben seni incitmişim. Sana xəyanət eləmişəm. Xəyanət yox xəyanətlər. Bir dəfə yox, 5 dəfə yox. Sayılı itirmişəm. Ama mənim siyahımı, hamısı yazılıb orada. İnanırsan Emma. İnanıram əvəz əzizim, inanıram. Yox yox. Mən bu müqəddəs gündə özümü amansızcasına ifşa eləməliyəm. Nəhayət sənə sübut, özümü sənə layiq olmadığımı sübut edəcəm. Budur. Mənim murdar həyatımın şahidi. Oxu, tanış ol. Tüpür üzümə, tüpür. Bax, tüpür. Eynəksiz görmürəm. Yığışdır, bir də mən hələ sözümü bitirdim. Yox, yox. Amma mən bu əziz gündə bütün özümü ifşa eləməliyəm, amma mən nəhayət içində gəzdirdim, o xəyanət yükündən azad olmalıyam. Sən bu murdar siyahilə tanış olmalısan, amma sən eyləyim. Öyle ama. Al. Oku. Tanış ol. Okursan, görürsən, çoxu sənə tanışdır. Rəfiqələri, xalan qızları. Elia, Lilia, Delia, Gülia, Seva, Meva, ne bileyim. Ama mən bunlara sənə həmişə asıb demək istəmişəm. Amma son məqamda çatmayayım. Gücüm, cürətim, kişiliyim. Amma bəlkə mən qorxmuşam. Amma əzizim, mən səni itirməkdən qorxmuşam, amma. Görürsən əzizim, mən daim qorxu və həzz arasında çapalamışam. Görürəm, möhkəm çapalamısan. Hakkım var amma, hakkım var. Mən istehzaya, kinaya yox, nifrətə layiqəm. Bəs mənim adım niyə yoxdur? Nətə yəni? Ola bilməm. Emma, bağışla, mən axmağam. Onu bildim. Soruşuram ki, niyə siyahıdan mənim adım yoxdur? Yəni mən burada layiq deyiləm. Emma, əzizim. Emma, sən hamısının artığına layiqsən, Amma mənim ürəyim gəlmədi ki, səni o çirkəba batıram. Axı, mən səni sevirəm. Nə az? Bəs bu kişi kimdir? Kişi? Nə kişi? Hanı kişi? Öyle de bu kişi adı değil. Aman Allah! Onu da yazmış ha? Emma. Mən səndə yeni keyfiyyətlər açıram əvəzə. Soruşma Emma. Daha məndən neşini soruşma. Bu axırıncı təzədir. Nə? Lap təzədir. Tarixi də yazmışsan, məkanı da göstərmişsən. İsveçrə. Şiva. Ayaq sən geliyə. Menecerindir də. O kompüterdə işləyən. 3 dil bilən. Hakkım var Emma, hakkım var. Gül mənə, kinayə elə, qəhqəhə çək. Laf istəsən bir solaxay bir şillə də vur. Mən hər bir cəzaya layiqəm. Saxla. Qiymətli sənətdir. Bu nə? Qoy şəxsi arxivinə. Yox amma, yox! Mən dünənə qədər olmuşlara əlvida deyirəm. Bax, bu kağızda cırıb atıram sənin ayaqlarının altına. Emma, bunlar sənin bir dırnağına belə
değmezler. Yani, gördün? Emma, ben təkcə səni sevirəm, Emma. Emma, benim bircə böyük məhəbbətim olur. Səmimi, qızğın, çılğın, tükənməz. Bəlkə də elədir. Amma o yeganə məhəbbət obyektini 117 dəfə dəyişib. Haklısın Emma, haklısın. Ama yolunu azmış, başını itirmiş o məhəbbət indi qayıdır öz əsas halal obyektinə. O obyekt sensən Emma. Bağışla beni. Geçdi əvəz Əzizov. Niye geçti ki Emma? Biz her şeyi yeniden başlayabiliriz. Emma, əzizim, biz sana cabamı, Emma, bizim evladımız olacak. Emma, mənə şans ver, Emma. Dedim geçdi əvəz. Niye geçti Emma? Sen ben bağışlamırsan. Bağışlayıram. Əvəz Əzizov. Bağışlayardım. Amma mən də sənə xəyanət elədim. Ne? Düzdür. Lanet edin. Düzdür. 117 dəfə yox. Amma nə fərqi? Bu məsələdə kəmiyyət mahiyyəti dəyişmir. Biz ayrılmalıyıq. Emma, necə yəni ayrılmalıyıq? Bəs mənim 15 il yolumu gözlədiyim körpəm. Nə körpə? Çox da, axı sən dedin ki, hamiləsən. Bayaq qoymadın axı sözü baxıracaq bitirəm. Hamiləyəm. Amma uşağın atası sən deyilsən. Emma! Bəli, Əvəz bəy, uşağın atası sən deyilsən. Cəmil bəy, Cem. Yalandır! Sən yalan deyirsən! Bu məsələdə yalan işləməz Əvəz Əzizov. Emma, sən məndən qisas almaq O istəyirsən. da var. Sən mənim məhvəlimi öldürmək istəyirsən. Bu 15 ildə mən ki ölmədim. Axı sən bilmirdin. Mən bilmirdim. Mən bilmirdim. Mən bilmirdim. O cırıb atdığım murdar siyahsız da bilirdim hər şeyi. Əvəz Əzizov. Amma susurdu. Dözürdü. Niye gözlüydün Emma? Neye gözlüydün? Məndən müthiş qisas almaq məqamını Mən nə qisas, nə də xəyanət haqqında düşünürdüm. Mən səni sevirdim. Dəli kimi sevirdim. Gecələr bizi boynuna alanda, sən qulağıma sevgi sözləri pıçıldayanda hər şey çıxırdı yadımdan. Amma bu kifayət deyildi. Mən səndən həm də ruhi yaxınlıq gözləyirdim. Mənəvi zənginliyi axtarırdım səndə. Tapmadım. Yadındadır. nə? Bir axşam sənə dedim ki, səndən Rusiyaya gəlir. Sən axmaq kişi təşəxxüsü ilə güldün. Mən də güldüm. Amma mənim gülüşüm yapma idi. Sustum. Qadın müdrikliyi ilə dözdüm. Dedim bəlkə təsadüfdür. Ya da yanılmışam. Ümid elədim ki, hər şey əvvəlki keyfiyyətinə qayıdar. Danışma Emma, danışma. Yox əzizim. Mən daha susmayacağam. Sən insanlardan çox şey istəyirsən. Hətta tələb eləyirsən. Əvəzində sən də qadınlara olan münasibətdə öz kişiliyini təsdiq eləyirdin. Və sənə elə gəlirdi ki, hamı səni sevməlidir. Emma hər şeyi sənə bağışlamalıdır. Niyə Əvəz Əzizov, niyə? Emma, əzizim, mən öz təbiətimə görə, nə bilmək, keyfiyyətimə görə, mən bir qadın ola bilməm. Mən Fatihəm. Qadın Fatihi. Nəsə bir xudbinlik. Kimdir səni fəth elədiyin qadınlar? Elya, Dilya, Gülya, Seva, nə bilim, Safinidba. Safinidba kimdir? Mən elə qadın tanımıram. Nə bilim, Rus ədəbiyyatından ilişib qalıb ağlımda. Ta mən 117 adı saya bilmərəm ki əzbərdən. Emma, əzizim, biz
her şey yeniden başlayabiliriz Emma. Gel olup geçenleri şişitmeyeyim. Ben sonraki hayatımda bütün günahlarımı yuyacağım Emma. Emma gel her şey yeniden başlayalım. Gel. Amma mən qalxışdım. Emma sen beni cezalandırırsan. Mən yox. Səni yaradan özü cəzalandırır. Bəndəsinin əli ilə. Mən ilk dəfədir səni təlaşda görürəm. Boynuma alım ki, bu da mənə məmnunluq hissi gəlir. Sen onu sevirsen. Yox, mən heç kəsi sevmirəm. Yorulmuşam sevməkdən. İndi mən sevilmək istəyirəm. Emma, sen elə değilsen ki ya, o seni sevir, yok, o öz Emma'sını sevir, ocul olmuşu. Emmanın nə taxsırı? Rəhmətli indi başqa dünyanın qanunları ilə yaşayır. Gəl onu bu murdan yerə qoşulaq. Bu ne? Geldi. Niyə birdən yuxuldunuz? Havaya. Heç sağollaşmadınız da. Bilirsən Emma, mən biraz çaşdım. Yaxşı olmadı. Yaxşı ki getdiniz. Əvəz bəyin aldanmış ər rolunu necə təsirli oynadığını görsəydiniz, göz yaşlarınızı saxlaya bilməzdiniz. Axı siz kövrək adamsınız. Əziz bəy, xoş gəlmişsiniz. Mənim sizə böyük hörmətim var. O. Çok sağ olun Cemil Bey. Hürmetiniz yaxşı bəhrə verir. Emma, o ne deyir? Ne bəhrə? Mən danışır? Əvəz bəyə hər şeyi danışdım. Hətta sizdən hamilə oldum. Emma. Ne? Hamile? Məndən? Bu necə olur Emma? Cəmil bəy, mən ki bunun sizdən necə olduğunu soruşmuram. İndi bildin? Hansı bəhrədən gelir söhbət? Bilmir bu. Öyrədim sənə, ha? Nedir? Yoksa seni yıkıp başa salmak lazımdır. Əvəz, onun can güdəni var. Baxma ki görünmür. Aziz bəy, Atmaca. axı bir öpüşüdən uşaq olmur. Mən biləm. Necə yani bir öpüşle? Bu nedir? Bu ne demek? Ki Cəmil bəy, hər şey istəkdən asılıdır. Bir də İsa'nın dünyaya gəlmə haqqı hesabı sizə məlum deyil. Emma, sən məni lap təəccübləndirirsən. Axı sən Deva Maria deyilsən. Deyvə Elmiray. Emma, sen beni parmağına dolansan, sen beni parmağına sarıp gülmüşsən. Bəli, Əvəz bəy, gülürəm. Sən mənə 117 dəfə gülmüsən, amma mən bir dəfə. Özü də necə? Ara yerdə o cür tarixi sənət məhv olub getdim. Alpinistin zirvə yolu. Keçmiş olan. Cəmil bəy, Cəmil bəy. Bugün siz necə dediniz Cəmil bəy? Dünən yuxu, sabah naməlum, olan bugündür. Nəhayət mən bugünlə yaşamaq istəyirəm. Emma əzizim, mən səni sevirəm Emma. Cəmil bəy, bayaq siz mənə nəsə demək istəyirdiniz. Nə vaxt Emma? Biraz əvvəl divan dalına girməzdən əvvəl. Ha! Emma, sən qayıtdın Emma. Sən məni yenidən həyata qaldın. Onu bildim Cəmil bəy. Fikrinizi konkretləşdirin. Bu da mənim əllərim Emma. Çox gözəl. Bu da mənim əllərim. Emma!
Qorxutdun mənə vəzənsiz ol. Sevən kişi necə də gülünç görünürmüş. Cavanlıqda mən bunun fərqinə varmazdım. Doğrudan da dünyamızda hər şey dəyişəndir. Nə etməli? Kimi seçməli? Sevgi də yoxdur ki, ağlımızı üstələsin. Dünyasını dəyişmiş bir qadının kölgəsinə mi çevrilməli? Yoxsa 15 il dayanmadan zirvələr fəth eləmiş bir alpinistin qəhrəmanlıqlarına göz yumub dözməli. Emma. Susun, Emma. danışmayın, Emma. heç tərpənməyin. Mən ciddi seçim qarşısındayım. Baxıram sizə, düşünürəm ki, ikinizin qarşılığınızdan kamil də olsa, yaxşı bir kişi düzəltmək olar. Amma heyf, bu da mümkün deyil. Deməli, fikirləşmək lazımdır. Emma! Fikirləşmək lazımdır.